Salam əziz izləyicilər. Vektorlara qaldığımız yerdən davam edirik. Bu gün mən sizə düz xəttin tənliyi və çevrənin tənliyi haqqında danışmaq istəyirəm. Əslində düz xəttin tənliyini biz funksiya dərsində demişik. Yəni düz mütənasib funksiya var deyə y bərabərdir kx üstə b. Həmin o tənlikdir. Sadəcə olaraq düz xəttin tənliyini belə də yazırlar. Yazırlar ki, ax üstə gəl by üstə gəl c bərabərdir 0. Bax, bu tənlikdə biz y-i tapmağa çalışsaq, by tək qalsa, ax-ı sola atıram olur mənfi ax, c-ni atıram mənfi c, hər tərəfi b-yə bölürəm, olur deməli, y bərabərdir mənfi a bölü bx və çıx c bölü b. Baxın, bu tip tənlik əslində düz xəttin tənliyidir. Sadəcə mənfi a bölü b-yə bir dənə k deyirik, mənfi c bölü b-yə b deyirik və yerinə yazsaq y bərabərdir kx üstə gəl b tənliyi alınacaq. Yəni düz xəttin tənliyi alınacaq. Və bu düz xəttin tənliyində bizim k-mız nədir? K-mız həm bucaq əmsalıdır, həm də tangens alfadır. Elə buradan çıxır da bucaq əmsalı. Yəni tutaq ki, desə ki, x oxunun müsbət istiqaməti ilə 40 dərəcə ilə bucaq əmələ gətirir, 45 dərəcə ilə bucaq əmələ gətirir. Tangens 45-dən nə alır? Onu tapmaq lazımdır. Bunu biz funksiya dərsində demişik əslində. Və düz xəttin tənliyinə aid çalışmalar necə olur? Baxın, sən burada OX-in müsbət istiqaməti ilə 60 dərəcəli bucaq əmələ gətirirdiksə, deməli bunun tangensi nə olmalıdır? Tangens 60 olmalıdır. Tangens 60-da da alır kök 3. Kök 3. Və biz buradan y-i tapacağıq. Y-i tapandan sonra k hissəsini kök 3-ə bərabər eləyəcəyik. Gəlin elə bunu yazaq istəyirsiniz. Məsələn. Bir dəqiqə. Aha. Məsələn, biz buradan y tapmağa çalışsaq, by bərabərdir mənfi ax üstə gəl ab olacaq. Düzdür? Hər tərəfdə b-yə bölsə olacaq mənfi a bölü bx üstə gəl ab bölü b-də də a eləyir də, b-lər ixtisar gedir. Və bax, bu mənfi a bölü b hissəsi k-dır da bizdə. Həmin mənfi a bölü b bərabər olacaq bizdə tangens 60-da kök 3-dür, kök 3. Bizdən isə müsbət a bölü b-nin istəyir olacaq mənfi kök 3. Belə, yəni əsas bu hissələri bilmək lazımdır. Burada da y tək saxlayıb, yəni həmən kimi x-i sol tərəfə atıb, hər tərəfi 3-ə bölüb k-nı tapmaq lazımdır. Yəni, burada k x-in solu deyil də, y tək saxlayıb tapmaq lazımdır. Yəni, 3y bərabərdir mənfi 2x üstə 5. Buradan da y tapanda mənfi 2 bölü 3x üstə 5. Baxın, burada k mənfi 3-dəki olan hissədir. Sonra, məsələn, burada belə bir sual var. Fikir verirsinizsə, x oxunu kəsib də bu. Baxın, x oxunu kəsib. X oxunu kəsib və x oxunu kəsirsə, bu nöqtəni soruşur da bizdən, x oxunu kəsirsə, nə sıfırdır? Y 0-a bərabərdir. Yəni, y olmamalıdır da variantlarda. Bax, burada y var, y var, y var. Bunlar ola bilməz. Ya b-dir, ya c. İndi baxırıq, nöqtəyə baxın, x-i mənfi 1 verib də, ona görə cavab c variantı olur. Həmçinin bu birisində o cür yazmaq olar. Məsələn, burada deyir k-nın hansı qiymətində bu tənliklər verilən düz xətlər paraleldir. Bunları biz funksiya dərsində demişik, yəni təkrarən demək istəmirəm. Paralellik qaydası vardır. K-lar bərabər olmalıdır, b-lər fərqli olmalıdır. K-nı tapmaq üçün yenə y-ləri tək saxlamaq lazımdır. Buradan bunu bu tərəfə atırıq. Olur y bərabərdir mənfi 2x üstə gəl 3. Buradan da y tək atanda bunu bu tərəfə atıram. Olur ky bərabərdir mənfi 9x üstə y, 7. Hər tərəfdə k-ya bölürük. Mənfi 9 bölü kx üstə 7 bölü k. Yəni, bax, bu hissə bərabər olmalıdır. O birisilər isə fərqli olmalıdır. Yəni, bunlar əslində təkrar dərslərdir. Yəni, təkrar və çalışmalardır. Ona görə burada qeyri-adi heç nə yoxdur. Gələk çevrənin tənliyinə, əsas məsələmiz. Çünki çevrənin tənliyi imtahana düşür 100% ki. İndi ya vektor düşəcək, ya çevrənin tənliyi. Aha, çevrənin tənliyi nədir uşaqlar? Bax, bir dənə çevrə düşünək.
Deyək ki, bizim çevrəmizdir. Mərkəzi olsun O nöqtəsi və mərkəz koordinatları olsun A və B. Bir dənə də çevrə üzərində bir M nöqtəsi verək. Bunda koordinatlar olsun X, Y. Baxın, biz bilirik ki, O-dan M-ə qədər olan məsafəyə çevrənin radiusu deyirik və R ilə işarə olunur. Biz də bundan əvvəlki dərsdə hər hansı iki nöqtə arasındakı məsafə düsturunu öyrəndik. Yaxı nətər də düstur. Deməli, kök adda sonuncu nöqtədən birincini çıxırıq, kvarta yüksəldirik, üstə gəl, ikincidən birincini çıxıb kvarta yüksəldirik. Bərabərdir, həmin məsafədə radius daxil elə. Hər tərəfi kvarta yüksəltsək, x çıx a kvadrat, üstə y çıx b kvadrat, bərabərdir r kvadratına. Bax, buna deyəcəyik biz çevrənin tənliyi. Burada a və b qeyd edərsiniz. Çevrənin mərkəzinin koordinatlarıdır. X, y isə özü verəcək, verilən koordinatlardır. Yəni, məsələdə şərtdə verilən koordinatlardır. X absisli y koordinatdır. R də çevrənin radiusudur. Çox vacib düsturdur. Və çevrənin tənliyini yadda saxlayın. Əgər ki, bizə verilən koordinatları yerinə qoyanda, tutaq ki, x və y verib və biz də bilirik çevrənin tənliyi budur. Bu x, y aparıb x-in y yerinə qoysaq, mərkəzlərdə özü verəcək. Tapdığımız cavab, yəni bu hissə, radiusdan, yəni bu hissədən, radiusun kvadratından yəni ki. Deməli, böyük olarsa, yenə də bu hissə böyük olarsa, radiusun kvadratından. Bu zaman, deməli, verilən nöqtələr çevrənin xaricində yerləşir. Bunu sözünə yazarsınız. Əgər tapdığımız bu cavab radiusun kvadratından kiçik olarsa, deməli, çevrənin daxilində yerləşir. Yox, əgər tapdığımız cavab radiusun kvadratına bərabər olarsa, çevrənin üzərində yerləşir. Nə deməkdir bu? Məsələn, burada belə bir çalışma var. Baxın, məsələn, 31-ci çalışma. Variantları bir yerinə qoyuruq. 4-lə 5-i məsələn. 4-lə 5-i 4-ü x-a 5-i y. Burada 4-ü bura qoyuruq, 5-i bura. Tapırıq cavabı. 4 çıx 3, 1. 1-in kvartı 1, üstə gəl. 5 çıx 1, 4, 4-ün kvartı 16. 1 üstə 16, 17 edir. 17 36-dan kiçik deyənə, deməli, bu nöqtə çevrənin daxilində yerləşir. Amma tapdığımız cavab 36-dan böyük olsaydı, xaricində yerləşəcəkdi. Bərabər olsaydı, üzərində yerləşəcəkdi. Başqa necə çalışmalar var? Bax, məsələn, elə başdan başlayaq. Bir də bunu istədiyim. Əgər, xüsusi hal, çevrənin mərkəzi koordinat başlanğıcında olarsa, yəni o 0,0 nöqtəsində olarsa, yəni A ilə B 0-a bərabər olarsa, bu zaman çevrənin tənliyi x kvadrat üstə y kvadrat bərabərdə r kvadrat olur. Niyə? Çünki düstur x çıx A-nın kvadratı üstə y çıx B-nin kvadratı bərabərdə r kvadrat deyil. A-nın B-nin yerinə 0 qoyanda bunlar gedəcək, olacaq x kvadrat üstə y kvadrat bərabərdir r kvadratına. Məsələn, birincidə fikir verin, deyir o y-lə kəsişmə nöqtəsi. Funksiya dərsindən bilirik ki, hansı oxla kəsişirsə, həmin ox var da demək ki, nə yoxdur onda? X yoxdur. Burada y-i kəsirsə, x yoxdur. X-in yerinə 0 qoyuruq, olur 4-ün kvartı üstə y-in kvartı bərabərdir 25. Y kvartı olur deməli 9, y olur ya 3, ya -3. Variantlarda y-in 3 və -3 olduğu nöqtə C variantıdır. Həqiqətən də x 0 oldu, çünki y-i kəsirsə, x 0 olmalıdır. Məsələn, burada, yenə, burada deyir ki, o x-in kəsişmə nöqtələri arasındakı məsafəni tap. O x oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tap. Aha, bu maraqlı bir sualdır. Gəlin bunu eləməyə çalışaq. Deməli, sualı birinci köçürək. X kvadrat üstə y kvadrat. X kvadrat üstə y kvadrat. Çıx 6x. Üstə 4y çıx 7. Bərabər 0. Deməli, belə bir sual verib. Deyir, o x-in kəsişmə nöqtələri arasındakı məsafəni tap. O x ilə kəsişmə nöqtələri arasındakı məsafəni tap. Birinci növbədə o x-i kəsirsə, nə sıfırdır? Y 0-dır, düzdürmü? O x-i kəsirsə, y-ə 0 qoymalıyıq. Y-ə 0 qoysaq, bu da gedir, bu da gedir. Qalır x kvadrat çıx 6x üstə gəl 7.
bərabərdir 0. Belə bir şey qalır bizdə. Çıx 7-dir. Aha. Düz köçürtmüşəm də yəqin ki sual. Aha, dedik ki x-i kəssə y-ə 0 qoyduq və belə bir şey alındı. Bunun köklərini tapmağa çalışsaq. Diskriminantı olacaq 36 üstə 28. Yəni 50, 64. Kökün 1 olacaq deməli. Ya da Vietnam eləyək də. Deməli toplayanda 6, vuranda -7 olmalıdır. -7 ilə -1-dir də. Deməli x-in biri 7-dir. Biri -1-dir. Y-lərdə 0-dır da. Çünki x-i kəsir axı. Aha, bunlar arasındakı məsafəni tapmaq üçün də düstur var idi. Kök adda -1-dən 7-ni çıxıb kvarta yüksəldirik. 0-dan da 0 çıxıb kvarta yüksəldirik. O da eləyir 8. 64 eləyir, o da 8 çıxır. Baxın, belə bir maraqlı sual vardı burada. Sonra bu birisi də eynisidir. Aha, baxın, burada çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluğu düsturu 2 pi-dir. Gərək biz radiusu tapaq ki, digərlərini tapa bilək. Məsələn, bu sualı bura köçürtmək istəyirəm. X kvadrat üstə y kvadrat bərabərdir 6x üstə 8y. Deməli, yazıram x kvadrat üstə y kvadrat bərabərdir 6x üstə 8y. Deyir, çevrənin uzunluğunu tap. Nə edəcəyik? Birinci növbədə biz bunu çevrənin tənliyini qurmalıyıq. X kvadratına dəymirik. 6x-i bu tərəfə atırıq, -6x. Üstə gəl y kvadratına dəymirik. Bunu bu tərəfə atırıq, çıx 8y bərabərdir 0. Uşaqlar, indi bax, burada və burada müxtəsər olması üçün nə çatmır? Burada 9 çatmır. Çünki 9 yazanda x çıx 3-ün kvartı olacaq. Bu birisində də 16 çatmır. Ona tər tapıram. Bu 6-nı 2-yə bölüb kvarta yüksəldirəm də müxtəsər düsturun yaranması üçün. Burada bunu 2-yə bölüb kvarta yüksəldirəm. Aha, indi baxın, biz özümüzdən 9 və 16 əlavə elədik, axı 25 əlavə elədik. Təzədən 25 çıxaq ki, qoy misalda dəyişiklik olmasın. Bu bizdə x çıx 3-ün kvartı oldu. Bu isə y çıx 4-ün kvartı oldu. -25-də bu tərəfə atdıq, müsbət 25. Deməli, bu isə bizdə radiusun kvartı deyildi. Radius kvadrat 25-dirsə, radius da 5-dir. Çevrənin uzunluğu da 2 pi olduğuna görə 2-ni vururam radiusa, vururam pi-yə eləyir 10 pi. Məsələn, dairənin sahəsini desəydi bizdən nə edəcəkdik? Bu zaman pi kvart düsturundan istifadə edəcəydik. Məsələn, burada bizdən çevrənin mərkəz koordinatlarını istəsə, mərkəzi burada 3 və 4-dür uşaqlar. Bunların əksini götürək, çünki düsturda özündə çıxma var. Belə bir maraqlı sual. Mən sizə istiqamət verəcəm, yəni necə işləyəcəksiniz çalışmaları. Məsələn, başqa nə var burada? Baxın, 10-cu çalışma. Deyir, bu nöqtədən keçən və mərkəzlə eyni olan çevrənin tənliyi. Heç nə aparacaqsan, bu 5-7 nöqtəsi yoxdur. 5-i x-a, 7-ni y-ə qoyacaqsan variantlarda. Hansında ödəyirsə, cavab odur. Məsələn, deyir, burada bu düz xətlə bunu toxunma nöqtəsini tap. Nə edəcəksiniz? Burada kəsişmə deyə bilər, toxunma deyə bilər, eyni şeydir. Buradan, bax, birincidən ya x-i ya y-i tapırsan, deyək ki, x-i tapırıq məsəl üçün. Aparıb x buradan 1 çıx y-də bunları bu tərəfə atsaq. Həmin o x-i, bax, bu x-in yerinə qoyursan və bu tənliyi həll eləyirsən. Burada da, baxın, məsələn, buradan y-i tapırsan, y bərabərdir 2x çıx 5. Aparıb o y-i buradakı y-in yerinə qoyub bunu həll eləyirsən. Belə bir maraqlı sual var. Deyir ki, bunların çevrələrin mərkəzləri arasındakı məsafəni tap. Mərkəz deyəndə bunların əkslərini götürürdük də. Bu mərkəzi 3, 1 nöqtəsidir. Bunun mərkəzi -3, 1 nöqtəsidir. Bunlar arasındakı məsafə düsturu kök adda ikincidən, yəni bundan bunu çıxıb kvarta yüksəldirsən, birdən də biri çıxıb kvarta yüksəldirsən. Aha, burada 15-ci sual var. Maraqlı sualdır bu da. Deyir ki, mərkəzi -1, 2 nöqtəsində olan çevrəyə -4, -1 nöqtəsində çəkilən toxunanlar qarşılıqlı perpendikulyar olarsa, bu çevrənin tənliyini yaz. Gəlin bunu yazmağa çalışaq. Mərkəzi -1, 2 nöqtəsində olsun. Mərkəzi -1, 2 nöqtəsində olan bir çevrə çəkirik.
-1 buradır, 2 buradır. Bu bizim mərkəzimizdir. Belə bir çevrəmiz var. Bu bizim mərkəzimizdir. Sonra deyir ki, -4, -1 nöqtəsinə çəkilən toxunanlar. -4, -1 nöqtəsinə bir də toxunanlar çəkilir buna. -4, -1. -4 buradır, -1 də buradır. Bax, buradan toxunanlar çəkilir. Deyək ki, bizim çevrəmizdir. Bax, buradan bir toxunan çəkilib. Burada bir toxunan çəkilib. Baxın, bu toxunanlar qarşılıqlı perpendikulyardır. Düzdür? Bizə deyir ki, çevrənin tənliyini yaz. Çevrənin tənliyini yazmaq üçün düstur burada bizdə x çıx a-nın kvartı üstə y çıx b-nin kvartı bərabərdir r-in kvartına. A ilə b mərkəzdir, r radiusdur. Radius uşaqlar bizdə burada da, bax bura. Burada nə qədərdir? Bu necə taparıq? Baxın, buradan bura 2-dir, buradan burada -1, daxil 1 vahid məsafədir. Deməli, 3 vahid. Deməli, bizim çevrəmizin radiusu 3-dür. Radiusu 3-dür. Onda 3-ün kvartı olacaq. Qaldı nə? Çevrənin mərkəzinin koordinatları. Mərkəzinin koordinatlarını tapmaq. Mərkəzi necə tapacağıq? Deməli, mərkəz zaten verilib də. Mərkəz, baxın, burada x-i -1-dir, y-2-dir. Deməli, a-sı -1-dir, b-si 2-dir. Onda olacaq x, bax, bu adı da mənfi var, burada mənfi var. X üstə 1-in kvartı, üstə gəl y çıx 2-nin kvartı bərabər 9. X üstə 1-in kvartı, y çıx 2-nin kvartı bərabər 9. O da olacaq D variantı. Maraqlı sualdır. Belə. Başqa da yenə də suallar var. Sadəcə onları dərsdə baxarıq. Əsas mən sizə çevrənin tənliyini izah eləməyə çalışdım. Bu qədər. Bu video ilə əvvəlki videoya baxsaz, inşallah ki, vektorlardan düşən sualı rahatlıqla yaza biləcəksiniz. Bir də funksiyanın dərslərinə mütləq baxın. Çünki funksiyadakı k b funksiyası düz xəttin tənliyi ilə çox əlaqədardır. Ona mütləq baxmalısınız ki, buradakı sualları işləyə biləsiniz. Ya da bir də düz xətlərin qarşılıqlı vəziyyəti var. 4 dənə hal kəsişir, üst-üstə düşür, paraleldir, perpendikulyardır. O hallarda mütləq baxarsınız. Sağ olun.